Mübarək Ali İmran surəsinin 190-cı ayəsi ilə Allah Teala buyurur: Bismillahirrahmanirrahim. İnne fi xalqis semavati vel ardı ve ihtilafil leyli ven nahar la ayatin li ulil albab. Göylərin və yerlərin yaradılması və gecənin gündüzlə, gündüzün gecə ilə əvəz olmasında ağıl və düşüncə sahibləri üçün bir ibrət var. Əslində təfəkkür insanın qəlbini nurlandıran, ruhunu ucaldan və imanını dərinləşdirən ilahi bir nurdur. Yəni insan təfəkkür etməsi ilə, Allahın yaratdıqları barəsində düşünməsi ilə ilk öncə insanın qəlbi nurlanar, sonra onun ruhu ucalar, daha da yüksəklərə varar və insanın imanı da dərinləşər. Yəni Allahın yaratdıqlarına baxıb, ibrət alıb Allaha insan daha da yaxınlaşa bilər.